Salam. İzləyicilərimizdən biri sual verir ki, uşaq hansı hallarda anadan alına bilər? Təbii ki, bu çox ciddi və deməli həssas bir mövzudur. Azərbaycanda və digər ölkələrdə uşağın valideynindən alınması, xüsusilə anadan alınması yalnız müəyyən ciddi hallarda deməli qanunla mümkündür. Bu hallar Ailə Məcəlləsi və Mülki Prosessual Məcəllə ilə tənzimlənir. Uşaq anadan hansı halda alına bilər və hansı hallarda alına bilər? Uşağın anadan alınması məhkəmə qərarı ilə baş verir və aşağıdakı, indi sizə deyəcəyim hallarda deməli baş verir. 1. Uşağın həyat və sağlamlığı əgər təhlükədədirsə, yəni ana uşağı döyür, fiziki və ya psixoloji zorakılıq göstərirsə, ana uşağa baxımsızlıq eləyirsə, nəzarətsiz qoyursa, yəni ac saxlayır və bilərəkdən uşağı tərk eləyirsə, o cümlədən ana narkotik vasitələrin və ya psixotrop maddələrin təsiri altında uşağın rifahına ciddi zərər vurursa. 2. Ana valideynlik vəzifələrini yerinə yetirmədikdə, yəni uşağa baxmır, təhsil və tərbiyəsi ilə maraqlanmır, qəsdən deyək ki, valideynlik hüquqlarından imtina edirsə, o cümlədən uşağın hüquqlarını qəsdən pozursa. 3. Məhkəmə qərarı ilə deməli valideynlik hüquqlarından məhrum etmə qaydası var. Hansı ki, qanun pozuntuları varsa və sübut olunarsa, ana valideynlik hüquqlarından məhrum edilə bilər. Bu zaman uşaq dövlətin himayəsinə və ya digər etibarlı qohuma verilə bilər. Məsələn, ataya, babaya, nənəyə verilə bilər. 4-cü proses isə ailə daxilində zorakılıq halları aşkar edilərsə və uşağın psixoloji və fiziki təhlükəsizliyi təhdid altındadırsa, bu zaman müvafiq deməli orqanlar müdaxilə edə bilər. Yəni Daxili İşlər Nazirliyi və o cümlədən Ailə, Qadın, Uşaq problemləri ilə Dövlət Komitəsi və s. Ona görə də uşaqlarınızı qorumağa çalışın.